Herkese salam. Bugün gəlmişik Crescent Mall-a. Looklarımızı göstəririk sizə. Necə görünürük? Rəylərdə yazın, xahiş edirəm. İlk öncə qalxdıq ən son mərtəbəyi yemək yeməyə. Çünki hamımız acıydıq, uzun yol gəlmişdik. Yeməklərimizi yedikdən sonra bugün bizim izləyicilərimizlə görüşümüz var idi. O qədər məsuliyyətli bir nə deyim özümə, həm TikTokda varam, həm Instagramda varam, həm YouTube'da varam. Okey, bugün YouTuber olaraq buradaydım və çox məsuliyyətli bir YouTuber olduğum üçün izləyicilərimə sadəcə 2 saat qalmış xəbər verdim. Və 2 saat qalmış Şamaxıdan durub gələn bir izləyicimiz oldu, təsəvvür edə bilirsiniz. O qız məni necə şoka salıbsa, valideynlərinə də həqiqətən halal olsun ki, uşaqlarını bu tərzdə sevindirib, oradan durub əziyyət çəkib gəliblər. Nəysə, düşdük Crescent Mall-un açıq havada keçirilən Aypara Festinə baxmağa getdik. Bizim sevimli məkanımız olan Cafe Love City-nin orada stendi var idi. Yaxşı ki var idi, çünki ora çox rəng qatırdı. Rabiə gördüyünüz kimi dondurma hazırladı. Mənim balaca qızım özü boyda şirniyyat sifariş verdi. Çox oxşuyuruq bəzi xarakterlərimiz. Məsələn, yeməkdən ikimizin də gözü doymur. Daha sonra canlı musiqi var idi orada. Uşaqlar biraz rəqs elədilər. Canlı musiqi ilə birlikdə Crescent Mall-un bu məşhur su şoularından biri baş tutdu. Bugün də səhv eləmirəmsə 3 dəfə olur. Buna düşmək bir şans idi. Yəni uşaqlar görməmişdi, sevindim görməklərinə. İzləyicilərlə görüşdüyümüz hissəni çəkməmişəm. Bəli, çox məsuliyyətliyəm. Onu isə YouTube'da tam versiyasında baxa bilərsiniz. Çox gözəl bir görüş keçdi. Uşaqlığıma qayıtdım. Hələlik.